Səndən belə deyim, 11-ci siniflərlə bağlı sözləri işlək. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, bugün 116.550 şagird məzun adını qazanır. Elə hazırda da biz 53 nömrəli orta məktəbdəyik. Ətraflı məlumatı isə bizimlə birgə birbaşa bağlantıda olan Bakı Şəhər Təhsil İdarəsi Media və İctimaiyyətlə Əlaqələrinin sektor müdürü Bəşarət Məmmədov çatdıracaq. Bəşarət müəllim, sabahınız xeyir. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Bugün son zəng günüdür. Daha bir tədris ilini uğurla ölkəmizdə başa vururuq və paytaxt üzrə bu il ümumi təhsil müəssisələrini 37 mindən artıq 11-ci sinif şagirdi bitirir. Biz bütün məzunlarımızı, onların valideynlərini, pedaqoji kollektivləri təbrik edirik. İnanırıq ki, müəllimlərin, valideynlərin etimadı, onların zəhməti bizim məzunlarımız doğruldacaq. Onlar peşə seçimində, ali təhsil müəssisələrinə irəliləyən yollarında uğurla özlərini göstərərək Azərbaycan təhsilinin uğurlarına uğur qatacaqlar. Bu dərs ilində təhsil sistemimizdə ümumilikdə həmçinin paytaxt üzrə həm bilik yarışlarında, olimpiyadalarda, eyni zamanda idman və digər bu kimi yarış və müsabiqələrdə paytaxt məktəbləri böyük uğurlara imza atıblar və ümumilikdə təhsilin yenilənən bir sahədir və təhsilə olan dövlət dəstəyi, dövlət qayğısı təhsilin bütün parametrləri üzrə özünü göstərməkdədir və Azərbaycan təhsilinin uğurları 2025-26-cı dərs ilində bütün istiqamət üzrə qeyd etdiyimiz kimi özünü göstərmişdir. Paytaxt ümumi təhsil müəssisələrini bitirən bütün məzunlarımızı bir daha təbrik edir, uğurlar arzuluyuruq. Bəşarət müəllim, çox təşəkkür edirəm. Belə bizim hələ ki çatdıracaqlarımız bu qədər. Sözü sizə studiyaya ötürürəm. Təşəkkürlər Nigar, biz də sizə təşəkkürümüzü bildiririk.